Değerli dostlar, burası Fizika Vadisidir. Mən Sadiq Şamilov. Artıq 7 iyun imtahan günüdür. Hamınıza indən uğurlar arz edirik. Xoş xəbərlərinizi gözləyəcəyik. Gözəl bir vahid sualı var. Gəlin buna çox qısa baxaq. Deməli, joy vurulsun saniyə kvadrat, bölünsün kulon vurulsun metr kvadrat. Bunu necə eləyə bilərik? Gəlin baxaq. Değerli dostlar, joylatsaq, joy bilirik ki, kilogram vurulsun metr kvadratı, bölünsün saniyə kvadratıdır. Vurulsun saniyə kvadrat, bölünsün kulon vurulsun metr kvadrat. Baxın, gördüğünüz gibi saniyə kvadratlar getdi, metr kvadratlar getdi. Qaldı burada nə? Kilogram bölünsün, kulon, yəni M bölünsün Q. Bu isə bilirsiniz ki, maddenin elektrokimyəvi ekvivalenti K'dır. Əla, gəlin baxaq bura. Nə deyir? Kilogram vur, amper vurun, bölünsün joy. Sabit cəryan qanunlarında bilirsiniz ki, işin belə bir düsturu var. I kvadratı RT. Hardan yadıma düşdü bu? Baxın, I var, R var. Gəlin yerinə yazaq. Yuxarıda kilogram vurulsun amper, vurulsun 10, bölünsün joy'un yerinə I kvadrat, yəni amper kvadratı, vurulsun 10, vurulsun zamanı yerinə saniyə. Baxın, onlar ixtisar getdi, razı, amperlər ixtisar getdi, bərabərdir. Yuxarıda qaldı kilogram bölünsün, amper vurulsun saniyə. Hatırlayaq müxtəlif mühitləri. Baxaq. Yəni M bölünsün, I vurulsun T. Bu da maddenin elektrokimyəvi ekvivalenti K'dır. Çünki elektroloji düsturunu bilir ki, M bərabər işıq düsturu değerli dostlar. Gördüğünüz kimi maraqlı bir sual izahı idi. Hər birinizə yenidən uğurlar arz edirəm. Qısa izahda fizika suallarının davamı mütləq gələcəkdir. Sağ olun.